Biz asinkron triggerlərdə mənfi cəhətləri qeyd edirik. Belə bir iki vəziyyət deyək. Resim belə yazılır, düzdür. Bir sayğaclarda, bu tip sayğaclarda iki vəziyyət var. Present state və next state. Mənə bir present və next state yazırlar. Yazaq PS 0, 0, 0, 1, 1, 0, 1, next state. Bundan sonra nə gələcək? 0, 1, bundan sonra 1, 0, bundan sonra 1, 1, bundan sonra nə gələcək? 0, 0, 0. İndi triggerlərin 2 bitdir də, bu görürsünüz. İndi bunları adlandırsaq, bunu B, A adlandırsaq, bunu B adlandırsaq, bunu da A plus, B plus adlandırsaq. Yəni növbəti vəziyyət, üzərinə gəlir sizə. Görürsünüz ki, A mövqeyi trigger çıxışı 0-dan 0-a keçib, 0-dan 1-ə keçib, 1-dən 1-ə keçib, 1-dən 0-a keçib. Bu vəziyyətlərin keçilməsini təmin edən JK triggerdir. Ona görə növbəti vəziyyət 0-dır. Yoxsa və K-nın girişləri nəyə bərabər olsa çıxış 0-dan 0-a keçər. İki şərt daxilində keçər 0-dan. Hansı şərt daxilində? Birinci şərt daxilində yod da 0-a bərabərdir, K 0-a bərabərdir. Yadda saxlama rejimi. Görürsünüz, əvvəlki vəziyyət 0 idi, yenə qorunub saxlanıb, yadda saxlanıb. İkinci hal nədir? Yod da 0-a bərabərdir, K bərabərdir 1. K 1-ə bərabər olmasın 0-a gətirmədir. Bu ola bilər. Düzdürmü? Burada nə görürəm? Görürəm ki, yod da 0 qiymətindir. K-nın istənilən qiymətidir. Buna isə don't care deyirlər. Tərcüməsinə verir. Lazımsız, əhəmiyyətsiz, lüzumsuz. Yəni, onun hansı qiymət almağı bizim üçün əhəmiyyətli deyil. K istənilən qiymət. İstənilən qiymətlərdən ya 0-dır, ya 1-dir. Yod da 0-a bərabərsə, K 0-dırsa 0-ı yadda saxlayacaq. Yod da 0, K 1-dirsə çıxış 0-a gətirir. Yenə hər iki halda 0-dan 0-a keçib təmin edilir. Onda yazırıq ki, yod da 0 yazırıq, K-ya x yazırıq. Yəni, burada K nə alsa bizim fərqi yoxdur, 0-dan 0-a keçir. Növbəti vəziyyət, 0-dan 1-ə keçib vəziyyəti. Burada hansı vəziyyətdir? Yod da 1-ə bərabərdir, K da 1-ə bərabərdir. Bu hansı rejimdir? Sayma rejimidir. Kütəyi bərabər, kütəyi minus 1, görürsünüz, əvvəlki vəziyyət 0-dır, növbəti vəziyyət onun iqmesidir. Bir də hansı hal var? Yod da 1-ə bərabər olur, K bərabərdir 0 qiymətində, çıxış vahidə gəlir. Onda görürəm ki, yod da bərabərdir 1, deməli, K bərabərdir 4-yə. Yəni, nə olsa yenə də çıxış 0-dan 1-ə keçid etmiş olacaq. Yazırıq bura 1, 1. Növbəti vəziyyəti 1-dən 0-a keçid vəziyyətidir. 1-dən 0-a keçid vəziyyətidir. Bu da iki hal ola bilər. Yod da bərabərdir 1, K bərabərdir 1 rejimində və ya yod da bərabərdir 0, K bərabərdir 1 halıdır. Yenə də burada K-nın bir qiymətində, yod da-nın istənilən qiymətində yenə çıxış 1-dən 0-a keçid. K 1, yod da 0-dırsa bu olacaq. Bu K1, yod da 1, K1-dirsə bu olacaq sayma rejimi 1-dən 0-a keçəcək. Yod da 1-dirsə çıxış yenə olacaq, vahidə gətiriləcək. Belə bir hal. Növbəti vəziyyət ən sonuncu 1-dən 1-ə keçid alınır. Bunu yazaq x1. 1-dən 1-ə keçid alır. Yod da-nın 0-a, K-nın 0-a bərabər olmasıdır. Və ya yod da-nın 1-ə, K-nın 0-a bərabər. Bu halda görürsünüz ki, yod da-nın istənilən qiymətində, K-nın 0 qiymətində bu keçid təmin edilir. Ondan olur, x0 olur. Baxın, bu cədvəldən bir istifadə edərək. Bəli. Biz bu cədvəli üstü qeyd edir, əlinizin altında olsun, sayğacları, xüsusilə sinkron sayğacları 2 bit, 3 bit, məcburi sayı əmsalı, yenidən vurmalı. Burada 0-dır, növbəti vəziyyətdə olub 0.
Çıxış 0'dır, növbəti vəziyyətdə olub 1. Çıxış indiki vəziyyətdə 1'dir, növbəti vəziyyətdə 0'dır. Çıxış indiki vəziyyətdə 1'dir, növbəti vəziyyətdə də 1'dir. Bunu tərif etmək üçün yodda və K girişləri 0, x1, x1, x0 qiymətlərinə malik olmalı. Bunu yazırsınız. 2 bitlik bir sinkron sayğı. Düzdür. Yazın bura A, B. Buraya yazın A plus B. Bu present state'i, bu da next state. İndi nə görürəm? Görürəm ki, 2 dənə triggerim var. Hər iki triggerim var. Biri A triggeri, bir B triggeri. A triggerin 2 dənə girişi var. Olur JA, KA. Olur JB, KB. İndi cədvəlin içərisini buluram. Sayma ardıcılığıma görə yazıram. 0, 0, 0, 1, 1, 0, 1, 1. 0, 0'dan sonra 0, 1, 1, 0, 1, 1. Sayma ardıcılığı bu formada. İndi görürəm ki, JA triggerini, A mövqeyli triggerin çıxışı 0'dan 0'a keçir. Bax, buna baxsan edəcəm. 0'dan 0'a keçməsi üçün hansı şərt olmalıydı? Baxın kağıza. Yox. 0 x'dir, x 0'dır. X 0'dır, düzdür? Siz də baxın orada. 0 x. Sonra 0'dan 1'e keçir. Belə silməyəlim. 0'dan 1'e keçir. Nədir? 1x. 1'dən 1'e keçdi. X 0. Deməli 1'dən 0'a keçdi neydi? X1. Siz oradan gərsiniz. Sonra 0'dan 1'e keçdi. 1x düzdür. 1'dən 0'a keçdi. X1. Sonra 0'dan 1'e keçdi. 1x. 1'dən 0'a keçdi. X1. Bax, fikir verirsiniz. A 0'dan 0'a keçdi. A'nın 0'dan 0'a keçməsi üçün yoxsa 0'a K x'e bərabər olmalı. 0'dan 1'e keçməsi üçün yoxdanın 1'e K'nın x'e bərabər olması lazım. Eyni qaydada bu. 0'dan 1'e keçməsi üçün yoxdanın 1'e K'nın istənilən bir qiymətə malik olması lazımdır. İndi ikinci mərhələ. İkinci mərhələdə JA və JB, yəni JBKB triggeri üçün və JAKBA triggeri üçün karma kartını qurub və onun giriş və çıxışlarının nə ilə bərabər olduğunu baxın. Birinci proqram JA üçün öz sıralar 2 dəyişənli A və B dəyişənləri deməli karma xanalarının sayı olacaq, 4 ədəd olacaq. 2 dənə dəyişən kombinasyonları, 4 kombinasyonlar. Şimdi JA nəyə bərabər? Xanalara doldururlar. A'nın 0, B'nin 0 qiyməti 0'dır. A'nın 0, B'nin 1 qiymətində, A'nın 0, B'nin 1 qiymətində 1'dir. A'nın 1 bu qiymətdə x'dir. 1 qiymətində isə doldurur. İndi K'ya baxıram. K A'ya da 0 qiymətində x'dir. A'nın 0, B'nin 1 qiymətində x'dir. A'nın 1, B'nin 0'dır. Burada da 1. Şimdi buna baxıram. A'nın 0, B'nin 0 qiymətində 1'dir. A'nın 0 bu qiymətdə x'dir. Deməli, sonra 1'dir. Bu da x. Şimdi buna baxıram. Bu da həmsinin x'dir. 1'dir. X'dir. Karma kartımı, xanalarımı doldurmuş oldu. Belə şagülü və üfüqü qruplaşdırmaya keçirəm. Burada harada qruplaşdıracaq? Burada x'ini qruplaşdıracaq. Buralar x'i qruplaşdıra bilərəm. Çünki niyə? X yaxşı burada ola bilər, 1 də ola bilər. 1 olduğu halda ben ona samızla qruplaşdıra bilərəm də. Burada söhbət çok üsulundan getdiyinə görə, yəni Milter üsuluna getdiyinə görə biz vahidlə işləyirik. İndi K'da baxırıq. Yenə burada qruplaşdırıram.
İndi burada ise 4'ü qruplaşdıraq. X'in eksi grubu. Ha baxıram, karma kartı bunu bilirsiniz. CA burada nəyə bərabər olur? CA bərabər olur B'yə. Görürsünüz, A sıfırdan 1'e keçib nəzərə alınır, yazılır B. Burada da KA nəyə bərabər olur? B'yə. Burada A sıfırdan 1'e keçib nəzərə alınmır, B də sıfırdan 1'e keçib nəzərə alınmır. Onda nə qalır yerdə? 1. JB bərabərdir 1'ə, KB bərabərdir 1'ə. Deməli, bu qaydalar qalsın. Deməli, buradakı B'lər və A'lar bu triggerlərin çıxışlarıdır. Əgər A yazmışızsa, bu A mövqeyli triggerin QA çıxışıdır. Əgər A inverse yazmışızsa, QA inverse bərabər. B QB'dir. B inverse olsa, QB inverse. Görürəm ki, ən kiçik bit dərəcəsi vahidə bərabərdir girişlərin. Böyük bit dərəcəsi isə, yəni FTD bitini daşıyan triggerimiz isə özündən əvvəlki triggerin düz informasiya çıxışdır. Gəl çəkək. Yazın C ən böyük bit dərəcəmiz nə olur? Gördük ki burada yine triggeri, birinci trigger, yani B triggerini en küçük bit derecesine malik olan triggeri birbaşa tap girişine verdik. Daha doğrusu bir onun uygun J ve K girişlerine 1 verdik. Bunu ben sinkronluk alametinden bilirdim. J'ye de K'ya da 1 verdim. Karno diyagramını gördüm ki